Salam əziz izləyicilər, xoş gördük sizlər. Demək sizinlə bugün MHMİQ sınaq kitabından belə bir məsələnin həllinə baxacağıq. Demək bizə məsələdə deyilir ki, bu verilən bərabərlik, tənlik, çevrənin tənliyi olarsa, bu çevrənin radiusunu tapın deyir. Çevrənin belə deyək də tənliyində x kvadratın tam açılışında x kvadratın əmsalı 1 olmalıdır. Amma burada bizə 2 verib. Demək, belə düşünməliyik ki, gərək burada 2 olsun ki, biz sonunda biz tənliyin hər iki tərəfini 2-yə bölsək, yəni x kvadrat, y kvadratın əmsalları nə olsun? 1 olsun. Yəni, belə çıxır ki, biz burada a-5-i bərabərdir 2-yə bərabər eləməliyik. Buradan alırıq ki, a bərabərdir nə olacaq? 7. Tamam. A bərabərdir 7 olduğunu biz bu tənlikdə nəzərə alsaq, onda alacağıq 2x kvadratı plus 2y kvadratı minus 12x plus 8y plus 4 minus 28 bərabərdir 0 alırıq. Burada biraz sadələşdirmələr aparsaq, alacağıq 2x kvadratı plus 2y kvadratı minus 12x plus 8y minus 24 bərabərdir 0. Bayaq dediyimiz kimi, biz bu bərabərliyin hər iki tərəfini demək neynəsək, 2-yə bölsək, onda alacağıq burada x kvadratı plus y kvadratı minus 6x plus 4y minus 12 bərabərdir 0 olur. Bu tənliyi də biraz sadələşdirib, belə deyək də, cüt-cüt bunları qruplaşdırıb tam kvadratları ayırmaq istəsək, x kvadratı minus 6x plus 9 plus y kvadratı plus 4y plus 4 minus 25 bərabərdir 0 ala bilərik. Tamam, buradan isə alırıq ki, x minus 3-ün, üzr istəyirəm, demək, x minus demək 3-ün kvadratı plus burada y plus 2-nin kvadratı bərabərdir 25 olur. Buradan da görünür ki, demək çevrənin mərkəzi 3 - 2 nöqtəsi, radiusu isə nədir? 5-dir. Cavab olacaq B variantı. Videonu diqqətlə izlədiyiniz üçün təşəkkür edirəm.